Əhməd Şahın oğlu Teymur Şahın dövründə Qızılbaşlarla münasibət əvvəl kimi qaldımı? Yoxsa bəzi transformasiyalar uğradı? Bəli, qaldı. Hətta daha yaxın qaldı. Yəni ki, Əhməd Şahın oğlu hətta atasından daha çox arxalanırdı Qızılbaşlara. Yəni qeyd edir ki, o Nadirin nəvəsi Mirzə Şahruğun qızı ilə evlənir. Bəli, bu əlaqələr təbii ki, qohumluq əlaqələri onların münasibətlərini artıq biz ikinci Əfqan hökmdarının, yəni Pəştun hökmdarının Qızılbaşlarla qohum olduğunu görürük. Və bununla yanaşı bu Qızılbaş əmirlərinin yüksəlməsinə gətirib çıxartır. Hətta qeyd olunur ki, Teymur Qızılbaş əmirlərini yüksək vəzifələrə təyin edir və onlara torpaq verir. Və hətta qeyd olunur ki, Pəştunlardan daha çox şəhərli taciklərə və Qızılbaşlara güvənirdi. Yəni öz millətinə daha çox güvənmirdi. Yəni özü də güvəni yox idi və hətta qeyd olunur ki, paytaxt bildiyimiz kimi Əfqanistan paytaxtı o dövrdə Gəndaha şəhəri idi. Və Qızılbaşların dəstəyini alaraq paytaxtı Gəndahardan Pişəvərə köçürür. Bu da təbii ki, Pəştunların narazılığına səbəb olur. Yəni belə deyək, Əfqanistanda əgər hansısa bir şah ümumiyyətlə hakimiyyətdə qalmaq istəyirsə, mütləq gərək Qızılbaşların arxalanmalıdır oranın gücünə. Əfqan taxtına iddialı olan hər bir hökmdar mütləq ki, Qızılbaşların belə deyək, rəğbətini qazanmalıdır. Çünki biz harda görürük? Əhməd Şah Duranidə, Teymur Şahda və Dost Məhəmməd Xanda indi gələcək mövzularımızdan biri olacaq. Eynilə burada görürük ki, artıq Qızılbaşlar tarixçilər daha çox hökmdar yaradanlar kimi təqdim edirlər. Onlar hökmdarı təyin edirlər. Kim istəyirlərsə onu təyin edirlər. Ona görə onlarla yaxşı münasibətdə olmalıdır. Bəli. Bəs Teymur Şahın dövründə Qızılbaşlar hər hansısa bir təhlükələrlə üzləşmişdilərmi? Bəli, qeyd etdiyimiz kimi paytaxtın Gəndahardan Pişəvərə köçürülməsi belə artıq Pəştunların Teymurdan üz çevirməsinə gətirib çıxartmışdı. Bu zaman biz Teymura dəfələrlə sui-qəsd cəhdini görürük. Məsələn, 1791-ci ildə iki Pəştun tayfası, özü ən böyük Pəştun tayfaları Əfridi və Muhman tayfaları Teymura qarşı sui-qəsd cəhdi göstərirlər. Az qalsın ki, uğurla nəticələnəcəkdir bu. Təbii ki, Qızılbaş mühafizəçiləri bu cəhdi dəf edirlər. Və hətta bununla yanaşı Teymuru yəni ölümdən təbii ki, xilas edirlər. Hətta mən bununla yanaşı bir alimin, Əfqanistan tarixi üzrə mütəxəssis Thomas Barfieldin sözlərini əlavə etmək istəyir. O qeyd edir ki, Əfqanistanın mədəni və siyasi tarixi əsərində Qızılbaşları belə təsvir edir. Mən qeydlərimi götürdüm. Qızılbaşlar 18-ci əsrdə Əfqan dövlətinin qurulmasında və sonrakı müdafiəsində mühüm rol oynamış Şiə-Türk hərbi birləşmələri idi. Bununla yanaşı Qızılbaşlar tayfa üsyanlarına qarşı, yəni Pəştun üsyanlarına qarşı Əfqan dövlətini qurmuş, 19-cu əsrdə isə idarəçilikdə və hökmdarların taxta çıxmasına təsirli olmuşdular. Gör, bu